xanımın yaratdığı gəlin aksesuarları Azərbaycanda minlərlə gəlinlərin sevimlisinə çevrildi. Hər şey illər əvvəl bir arzudan başladı. O zamanlar Şəfəqin nə böyük komandası, nə də minlərlə izləyicisi var idi. Amma məncə böyük arzusu, xəyalları və məqsədləri var idi. İllərdir gəlinlik sferasında işlədiyim üçün o zamanlar gəlinlik aksesuarları üçün xüsusi mağazalar yox idi. Aksesuarlar bəzən gəlinliyin üstündə hədiyyə verilirdi. Bu da o deməkdir ki, Şəfəq bir ilk edənlərdəndir. Biz də bilirik ki, ölkəyə bir ilk gətirəndə ya da nəyisə ilk dəfə edəndə uğur qazanmaq şansı daha çoxdur. Mimi aksesuarları artıq sadəcə bir hobbi deyil. Bu minlərlə gəlinin seçdiyi Azərbaycan brendinə çevrilib. Təbii ki, uğur təsadüf deyil. Keyfiyyət, əllə hazırlanmış aksesuarlar, detala olan sevgi və blogerlərlə daim əməkdaşlıq edirlər. Özəl günlərinə özəl hazırlaşan hər kəs indi Mimini seçir. Bugün Mimi 247 mindən çox insanın izlədiyi, gəlinlərin ən çox seçdiyi brenddir. Bugün Şəfəq güclü şəxsi brendə, ümumi sosial şəbəkələrdə milyondan çox izlənməyə və 2 fərqli sahədə biznes sahibkardır. Bu da onu sübut edir ki, güclü şəxsi brendin varsa, sosial şəbəkədə bizneslərində də uğurlu ola bilərsən. Gələn videonu kim barədə dedim, rəylərdə yazın.